Salam aleykum. Allahın izni ilə bir həftə bundan qabaq TikTok səhifəmdə limon, sarımsaq, zəncəfil qarışımı düzəltmişdim, paylaşmışdım. Və bir həftə oldu. Dünən axşam bunu mən süzüb götürmüşəm. Demək, kimdə limfoma xəstəliyi varsa əsas, B hüceyrələri limfoma, T hüceyrələri limfoma, Hodgkin limfoma və bütün xərçəngin şişlərində bu çox gözəl təsir eləyir. Qan damar sistemini təmizləyir, limfomaların axarını təmizləyir ki, limfomalar şişməsin, haradasa tromblaşıb dayanmasın. Sonra qaraciyərin yükünü azaldır. Qaraciyər bizə vacib orqandır. Çünki 200-dən çox funksiya yerinə yetirir. Süzgəc işi görür. Bu qaraciyərin ALT, AST qalxmış funksiyaların hamısını bərpa edir, salır aşağı. Qaraciyəri təmizlədiyinə görə limfa sisteminə yük düşmür. Ona görə inşallah kimdə bu xəstəliklər varsa, heç xəstə olmayanlar da il ərzində bundan bir dəfə, iki dəfə istifadə eləsin. Çox sadədir, asandır. Vallahi ki, bu ximiyadan da güclü bir şeydir. Bunu siz elə-belə bir şey bilməyin. Bu illərin qədim resepti bu. Bilməyənlər üçün yenə də xatırladıram ki, 1 kilo limon götürülür, yarım kilo sarımsaq, 300 qram zəncəfil. Bunlar hamısı ət maşınla keçirilir. Yaxşı olar ki, 2 dəfə keçirin. Və sonra tökürsünüz balona, qoyursunuz xalqnikə qalır bir həftə. Hər gündə 1-2 dəfə qarışdırmaqla, 2-3 dəfə də qarışdırsaq daha yaxşı olar. Və həftənin sonunda götürürsünüz onu marladan süzürsünüz. Yerdə süzüb qutarandan sonra yerdə ki qalır o çıxan cüzəsi deyirlər, ceyəsi deyirlər, belə bir şey. Bax, onun üstünə 1 litr yarım su tökürsünüz, 10 dəqiqə yenə asxodda qaynadırsınız, yenə də onu süzürsünüz. Əvvəl çıxmış su ilə həmən suyu qarışdırırsınız. Bax, məndə bu qədər çıxdı. Bu qədər çıxdı. İnşallah səhər axşam 2 xörək qaşığı 1 stəkan suya qatırsınız, içirsiniz. Biraz dadı kiminsə xoşa gəlməsə əgər, 1 çay qaşığı bal da qatıb içə bilər. Mən amma qatmıram, effekt almaq üçün. Çox gözəl effekt verir. Bir də ki, kimin mədəsində problem varsa, yeməkdən 1 saat sonra içsin. Mədəsində problem olmayan yeməkdən yarım saat, 40 dəqiqə əvvəl içə bilər. Belə sağlamlığınızı qoruyun ki, xəstələnməyəsiniz. Yenə də təkrar deyirəm ki, bu ximiyanın eyni yox, ximiyadan da bu üstündür. Çox güclü iltihab əleyhinə mübarizə aparır. Bütün qan damar sistemini təmizləyir, qalxmış xolesterini salır. Qaraciyər, ALT, AST, bilirubin hamısını salır. Hamısını nizama salır bu. Qanı da durlaşdırır. Belə, Allah bütün xəstələrə şifa versin.